Süd vəzisində südün durğunluğu, mastit və laktostaz zamanı operativ yardım. Laktostaz südün axarında durğunluqdur, mastit isə axar toxumasının iltihabıdır. Həm laktostazda, həm də mastitdə hərarət ola bilər. Salışın temperaturu 38 dərəcəyə qədər salmayın. Əgər dözə bilirsinizsə, dözün. Çünki temperaturun dinamikası belədir. Əgər o qalxırsa, başa düşürük ki, döşdə vəziyyət pisləşir. Əgər temperatur enirsə, deməli döşdə vəziyyət yaxşılaşır. Ona görə də biraz dözün. Laktostaz axarın durğunluğudur. Bunu belə başa düşə bilərik. Döş ağrılı olur, döşü palpasiya edirik. Burada ağrıyır, burada bərkimən, düyün var və ağrının sərhədləri dəqiq müəyyən olunur. Bax, burada isə ağrı yoxdur. Mastit axarın toxumasının iltihabıdır. Burada düyün ya da bərk, amma çox vaxt jeli kimi yumşaq olur və ağrının sərhədləri artıq aydın olmur. Bəs mastit və laktostaz zamanı nə etmək lazımdır? Birinci növbədə ya ödemin yaranmasına imkan verməməli, ya da onu aradan qaldırmalıyıq. Və biz ödemi aradan qaldırmaq üçün belə yayındırıcı masaj etməliyik. Soyuq qoymaq lazımdır, ya da dondurucudan istənilən donmuş məhsulu dəsmala büküb sinəyə qoymaq olar. Yaxud dəsmalı soyuq suya batırıb qoyursunuz, amma o zaman onu tez-tez dəyişmək lazımdır. Kələm yarpağı da qoymaq olar, amma o da həmişə soyuq olmalıdır. Uşağın çənəsi həmişə durğunluq olan yerə baxmalıdır. Yəni, əgər indi düyün buradadırsa, uşağı belə qoyursunuz. Əgər o bu tərəfdədirsə, uşağı o tərəfə qoyursunuz. Əgər düyün aşağıdadırsa, ana uzanaraq əmizdirir. Əmizdirdikdən sonra çox vacibdir ki, yenidən soyuq qoyasınız və durğunluq olan yeri yağlayasınız. Daha geniş sahəyə Praumen mazı çəkmək olar. O, ana südü ilə uyğun gəlir, şişi azaldır və iltihabın qarşısını alır. Çox vacib bir qayda, döşləri növbə ilə dəyişməkdir. Bunu necə edirik? Sağlam döşü unutmaq olmaz. Əgər sağ döşdə durğunluq varsa, onda uşağı sağ döşə qoyuruq və tamamilə boşaldırıq. Əgər növbə sol döşlə əmizdirməkdirsə, əvvəlcə sağ döşə 2-3 dəqiqə qoyursunuz, sonra isə tamamilə sol döşlə əmizdirirsiniz. Burada isə dərhal soyuq qoyursunuz. Unutmayın ki, əmizdirdikdən sonra dərhal soyuq qoyuruq və Praumen mazı çəkirik. Əmizdirmə tezliyi saatda bir dəfədən az olmamalıdır ki, axar yaxşı boşalsın.